keçə düz önə qədər gedirik. Biz gedəndə daha burada bizim ölçməyimizə ehtiyac yoxdur. Hamısı bayaqdan qoyduğumuz ölçüdə gedir də. Hə. Elə ki divar düzəldəndə mayaq tərəzi qoyub zad edir, düzəltmirlər. Ustalarda ev tikən bənnalar. İndi o videoda düşəcək də mayaq su vaxt satıyorlar. Ha. Nasıl ki? Hə. Başa düşdüm, bu şəkildə bax belə dümdüz kəsdiyim bax. İndi sən burada bir dənə kulminasiya nöqtəsi var ya, kulminasiya nöqtəsi. Bax qoydum mu? Bax bu şəkildə bax belə kəsdik. İndi bu tərəfin hamısı belə azdan çoxa üstü. Bax belə kvadratın üçbucağı. Bax bu kəsim kvadratın üçbucağı. Bu tərəfi belə kəsilib də. İndi bunu biz bu tərəfində kəsməliyik axı eyni olsun da deyənə. Bu halda təzədən buradan belə ayırırıq. Bax bir dənə də ayırırıq belə. Qatırıq bu tərəfə. İndi bura ölçülmüş, kəsilmiş düzgün saçlar deyənə buranı bax belə ayırırıq. Təzədən qaldırırıq. Bax görəcəksən ki, bax həmən bayaq kəsilmiş saçlar bax burada. Görünür, görünür. Özün qulları zad çəkirsən başqa yeri. Hə, bir dənə də götürürük, bax belə. Bir dənə dəfə göstərəcəm sizə, əziz hörmətli izləyicilər. Bax gördüyünüz ölçü buradadır. Bax, bu şəkildə mən indi bunu belə tez-tez eləyirəm. Bunu tez-tez eləmək lazımdır ki, müştəri də sıxılmasın, vaxtında işi tutaraq. Çünki qıraqda gözləyən başqa müştərilər var, onlara da yol salmaq lazımdır. Bəlkə o bundan çox pul verəcək və o şeyləri fikirləşmək lazımdır. İndi bunu mən belə paylaşacağım, yavur olacaq. Zarafat edirəm, əziz tamaşaçılar. Uşaq vardı, o Eyman paylaşmışdı. Söz baxırsan? Yox, çək. Ben de göstərmək edən zadayım bu ya. Gəlim yəni. İndi bax, bir dənə o güzgüdən başı çək. O güzgüdən yaxınlaşdır başı, kreativ başına, yaxınlaşdır. Gör nə qəşəng oldu, bax. İndi mən bir dənə şey göstərəcəm, onu biraz belə qaldırır, biraz belə qaldırır. Köpəyi başı qaldırır, başı ortalığa qaldırır. İndi mən burada sizə bir şey göstərəcəm, gör nə qədər düz oldu, bax gördün, görünür o? Görünür. Gördün nə qədər düz oldu kəsdiyi, mən gördüm. Heç mən bunu ölçüb bir şey eləmədim. Zəntiyana bir dənə yerdən saç götürdüm, gördünüz dümdüz oldu. Bu ölçü ilə qırxılmağın səbəbi olaraq belə oldu. Hoş gəldiniz. Allah vaxtımız oldu. İndi qaşınmaq dərdi yoxdur burada. Nə vaxt gəlim? Axşam Gün yox. nə vaxt olsa səni çağıracam. 15 dəqiqəlik var. Mənim gözüm. Hə, yer olan kimi çağıracam səni. Gördünüz əziz müştərilər, deməli, indi qaldı bunun bu tərəfi, buranın kəsmək qaydası. Onu da gələn dərsimdə sizə izah edəcəm. Yaxşı, burada iş çoxdur. Bugünlük bu qədər.